Kütlə mövzusuna dair ev tapşırıqlarının izahı. Boş xanalara uyğun ədədlər yazın. 2 kiloqram 359 qram bərabərdir neçə qram? Bunu bilmək üçün biz 2 kiloqramı qrama çevirməliyik. Bərabərdir 2000 qram. 2000 qram üstəgəl 359 qram. Eləyəcək 2359 qram. 4 kiloqram 750 qram. Yenə 4 kiloqramı qrama çevirək. Olur 4000 qram. Üstünə 750 qramı da gələndə 4750 qram. 1730 qram. Neçə kiloqram, neçə qramdır? Bu dəfə biz qramı kiloqram və qrama çevirməliyik. 1730 1000 üstəgəl 730 deməkdir. Uşaqlar 1000 qram neçə kiloqramdır? Bəli, 1000 qram 1 kiloqramdır. 1000 qramı çevirdik kiloqrama, yerdə qaldı 730 qram. Onu biz çevirə bilmirik, çünki 730 1000-dən kiçikdir və buna görə də 730-u olduğu kimi saxlayırıq. 1730 qram bərabərdir 1 kiloqram 730 qram. 6070 kiloqram neçə ton, neçə kiloqramdır? 6070 6000 üstəgəl 70 kiloqram deməkdir. 6000 kiloqram 6 tondur. 70 kiloqram isə olduğu kimi qalır, çünki biz onu tona çevirə bilmirik. 7 ton 340 kiloqram. Kiloqrama çevirməliyik. Bunun üçün 7 tonu gəlin kiloqrama çevirək. 7000 kiloqram üstəgəl 340 kiloqram. Bərabərdir 7340 kiloqram. 5850 kiloqram. 5000 üstəgəl 850 kimi ifadə etsək, 5000-i biz 5 ton yazırıq. 850 kiloqramı çevirə bilmirik tona, çünki 1000-dən kiçikdir. Yazırıq 850 kiloqram. Yəni 5850 kiloqram bərabərdir 5 ton 850 kiloqram. Uyğunlaşdırın. 4 kiloqram 4000 qram deməkdir. Biz onları birləşdirək. 2 ton 2000 kiloqram deməkdir. 2 kiloqram yarım. Uşaqlar, yarım kiloqram 500 qramdır. 2 kiloqram isə 2000 qramdır. 2000 qram və 500 qram birlikdə 2500 qram edir. 3 kiloqram yarım. Eyni qaydada 3 kiloqram 3000 qramdır. Yarım kiloqram isə 500 qramdır. 3500 qrama bərabərdir. Yük maşınının ağırlığı 3 tondur. Yük maşınına hər birinin kütləsi 25 kiloqram olan 9 yeşik yüklədilər. Dolu yük maşınının kütləsi nə qədər oldu? Uşaqlar, yük maşınının öz kütləsi 3000 qramdır. Slayd 5, sual 3. Yük maşınının ağırlığı 3 tondur. Yük maşınına hər birinin kütləsi 25 kiloqram olan 9 yeşik yüklədilər. Dolu yük maşınının kütləsi nə qədər oldu? Bunu tapmaq üçün biz öncə müəyyən eləməliyik ki, boş yük maşını nə qədərdir çəkisi? 3 ton, yəni 3000 kiloqram qeyd edək. Üstəgəl. Sonra həmin maşına 9 yeşik yükləyiblər. Hər birinin kütləsi 25 kiloqram olub. Gəlin görək, bu yükün ümumilikdə kütləsi nə qədərdir? Bunu tapmaq üçün 25-i vurmalıyıq 9-a. 9-u 5-ə vuranda 45, 5 yazırıq, 4 yadda. 9-u 2-yə vuranda 18, o da 4, 22. Yəni 225 kiloqram. Bərabərdir 3225 kiloqram. Uşaqlar, bunu belə də saxlaya bilərik. Deyə bilərik ki, dolu yük maşınının kütləsi 3225 kiloqram oldu və yaxud da ton və kiloqrama çevirə bilərik. 3 ton 225 kiloqram.